Verilişin baş sponsoru Kalsi D3 Nikamed. İdman həkimi, fizioterapevt Fərid Səlimovun sponsorluğu ilə Ay Həkim verilişinə baxırsınız. Salam, hər vaxtınız xeyir olsun, əziz tamaşaçılar. CBC Sporta baxırsınız. Ay Həkim efirdədir. Studiyada doktor Tutu Zeynalovadır. Bugün növbəti qonağımızla çox maraqlı mövzu ətrafında söhbət açacağıq. Əslində, bu mövzular mənim özüm üçün də maraqlıdır və əminəm ki, siz də bugün elə bayram günlərində, tətil günlərində bizə ayırdığınız bu 40 dəqiqəni maksimum səmərəli keçirəcəksiniz. Çünki biz evdə təcili tibbi yardımdan danışacağıq. Hansı mövzularda maariflənməyə ehtiyacımız var? Təcili tibbi yardım həkimi gələnə kimi nə etmək olar, nə etmək olmaz. Və bu bayram günlərində artan şikayətlər, Ramazan ayında artan şikayətlər və hansı xəstəliklərin kəskinləşməsi mövcuddur. Bütün bu problemlər haqqında danışacağıq. Qonağımız isə Respublika Təcili Təxirə Salınmaz Tibbi Yardım Mərkəzinin Sabunçu rayonu Təcili Yardım bölməsinin həkim anestezioloq, reanimatoloqu doktor Emil Xuduludur və əminəm ki, maksimum faydalı olmağa çalışacaq doktorumuz. Çünki Nəzrin xanımın göndərdiyi bütün təcili tibbi yardım həkimləri olduqca səmimi həmsöhbət olurlar və maraqlı həmsöhbət olurlar. Bunu sizdən gələn geri dönüşlər də bizə deyir. Buna görə də Nəzrin xanıma da buradan təşəkkürümüzü bildiririk. Emil doktor, bayram günlərindəyik, tətil davam edir. Hansı şikayətlərlə müraciətlər artıb? Hər vaxtınız xeyir olsun. Sizin də, izləyicilərin də bayramını təbrik edirəm. Dəvətiniz üçün təşəkkür edirəm. Çalışacağam ki, məlumatların maksimum faydalı olsun. İnşallah. Demək, bu il Novruz bayramı ilə yanaşı orucluğun da mart ayına təsadüf eləməsi biz həkimlərin işində xüsusi bir spesifika yaradır. Çünki ayrı-ayrılıqda Novruz bayramı ilə əlaqədar olaraq təcili yardımın həmişə işində bir artım, bir yüklənmə müşahidə olunur. Bu həm Novruz bayramında bizim Novruz ənənələrimizlə bağlıdır, süfrəmizlə bağlıdır. Tonqalla. Bəli. Həm bizim mart ayında olan orqanizmimizin sirkad ritmlərinin dəyişməsi ilə bağlıdır. Hansı ki, bu dövr üçün də spesifik xəstəliklər vardır. Müəyyən qrup xəstəliklərin bu dövrdə kəskinləşməsi müşahidə olunur. Bundan başqa, bu il isə orucluğun da mart ayına təsadüf eləməsi bizim işimizdə müəyyən mənada fərqli bir xüsusiyyət yaradır. Əvvəlcə onu qeyd edeyim ki, Novruz bayramı ilə əlaqədar olaraq təcili yardımda ən çox olan müraciətlər sırasında şəkərli diabet xəstələridir. Mövsümi xarakter daşıdığına görə ən çox müraciətlər artır. Təzyiqi olan xəstələrimizlə bağlı. Orucluğun bu dövrə təsadüf eləməsi isə yenə də həm diabet xəstələrinin səhhətində müəyyən problemlər yaradır, həm orucluğa, bəli, ürək-damar xəstəlikləri kəskinləşə bilər. Bu dövr üçün sirkad ritmlər dəyişdiyinə görə nevroloji problemlərin kəskinləşməsi müşahidə olunur. Orucluqla bağlı mədə-bağırsaq sistemi problemləri olan şəxslər daha çox narahat olur. Yəni, bu ayın, bu bayramın, bu günlərin özünün spesifik müraciətləri vardır. İşiniz çoxdur bir sözlə. Bəli, bir sözlə mart ayında həqiqətən də işimiz çoxdur. Təbii ki, bu müraciətlər hər bir fəsilə, hər bir mövsümə uyğun olaraq müəyyən statistik qruplara bölünür. Mən ilk öncə məlumat vermək istəyərdim diabet xəstələri barədə. Buyurun. Çünki Novruz bayramında bilirik ki, Novruz ənənələri, Novruz süfrəsi daha çox şirniyyatla bağlı süfrədir və şirniyyatın, karbohidratların, karbohidrogenlərin xüsusi çəkisi süfrəmizdə çox olur. Bu da Öncə süfrəmizdə, sonra özümüzdə. Bəli. Bu da təbii ki, diabet xəstələri və xüsusilə də mədə-bağırsaq xəstələri, təzyiqi olan xəstələr üçün arzu olunan olmasa da müəyyən problemlər yaradır.
Məsələn, son günlər təcili yardıma olan müraciətlər sırasında diabet xəstələrində şəkərin yüksəlməsi ilə bağlı müraciətlər çoxdur. Xəstələrin xüsusilə də insulin deyil, tablet şəklində diabetik dərmanlar qəbul edən xəstələrdə şəkərin səviyyəsini nizamlamaq çətinləşir. Heç təsadüfi deyil ki, tanıdığımız əksər xəstələr məhz bu dövrdə vəziyyəti ilə əlaqədar olaraq məcburi şəkildə insulinə keçməli olur. Çünki diabetik həblər, onlar necə deyərlər, bayram süfrəsindən daddıqca, şəkərin səviyyəsi artdıqca bunu tabletlərlə idarə etmək çətinləşir. Bəli, tənzimləmək İnsulin belədir ki, şəkəri çox yedikcə insulin dozasını artırırıq, amma tabletlərdə bunu tənzimləyə bilmirik. Biz bunu tənzimləyə bilmirik və yaxud da bunu tənzimləmək istədiyimiz effekti vermir. Ona görə də müalicə həkimi də çətin vəziyyətdə qalır və göstərişə əsasən yaranmış vəziyyətlə əlaqədar olaraq məcburi insulin inyeksiyasına keçir. Bəs Ramazana bağlı olaraq şəkərin düşməsi müşahidə olunurmu? Bəli, Çünki Ramazanda biz daha çox hipoqlisimidən çox doğru vurğuladınız. İkinci bir məsələ orucluqla bağlı olaraq biz bilirik ki, diabet xəstələri xüsusi qidalanma rejiminə malikdir. Bəli. Onlar xüsusi menyu ilə qidalanmalıdır. Qidalandığı menyuda karbohidratların, zülalların, yağların çəkisi xüsusilə tarazlıq olmalıdır. Bunlara da əməl etmək orucluq müddətində onlar üçün çətinlik yaradır. Yəni belə deyək, ənənəyə uyğun olaraq və yaxud da öz xüsusiyyətlərindən, xarakterindən irəli gələrək başa düşürəm, oruc tutmaq istəyir, bunun savabını bilir, başa düşür, bunu qazanmaq istəyir, amma biz bilirik ki, orqanizmə bağlı olan həyati vacib göstərişlər var. Elədir. Ona görə də bu çox ciddi bir nəzarət altında olmalıdır. Heç təsadüfi deyil ki, orucluq müddətində diabet xəstələrinin şəkərinin düşməsi müşahidə olunur. Amma problem bundadır ki, şəkərin yüksəlməsi qədərlə şəkərin düşməsi də kifayət qədər ciddi bir problemdir. Ona belə bir sual yaranır. Deyək ki, Buyurun. evdə diabet xəstəsi var. Biz Bəli. hardan bilək onun şəkəri və yaxud hansısa bir yerdəyik və yanımızda bir şəkərli diabet xəstəsinin halı pisləşib. Hardan bilək ki, bunun şəkəri düşüb, yoxsa qalxıb və hansı tədbirləri görək təcili yardım gələnə qədər? Bəli, çox aktual bir sualdır. Ümumiyyətlə, dünyada olan tendensiya belədir. Diabet xəstələrinə bu diaqnoz qoyulduqda, onlar dispanser qeydiyyata götürüldükdə, müəyyən müayinələrdən keçdikdən sonra, onlar üçün həblər və ya insulin təyin olunduqdan sonra bu müalicənin fundamental əsaslarından biri odur ki, diabet xəstələrinə öz xəstəliyi barədə kitabça verilməlidir. Və diabet xəstələrinə kifayət qədər kütləvi informasiya vasitələrində onların diabet haqqında məlumat ala biləcəyi mənbələr var. Yəni, diabet xəstələri öz xəstəliyini yumşaq ifadə eləsəm, öz müalicə həkimi qədər bilməlidir. Elədir. Şəkərin düşməsi və ya şəkərin yüksəlməsi, bunlar diabetə bağlı fərqli hallar olduğuna görə biz həkimlər üçün bunu fərqləndirmək, diferensiasiya eləmək müəyyən simptomlara əsaslanır. Amma bu simptomların bəziləri kifayət qədər sadədir, primitivdir. Xəstələr özləri də bunu hiss edə bilərlər. Təsadüfi deyil ki, uzun müddətli diabet xəstələri artıq bunu bilirlər. Amma yenə də məlumat verməliyik, məlumatlandırmalıyıq. Məsələ necədir? Əgər xəstənin şəkəri düşərsə, bu xəstələrdə hipoqlikemik vəziyyət yarandıqda, yəni şəkərin düşməsi vəziyyəti yarandıqda, xəstələr daha çox oyanıqlığa meyilli olur, xəstələr baş ağrısından şikayət eləyir, xəstələr bədənində, əllərində əsmədən şikayət eləyir, xəstələr daha aqressiv davranmağa başlayırlar. Bəzən şəkərin düşməsi kritik həddə çatdığı halda isə xəstələrdə tərlənmə müşahidə olunur, onların huşu dərinləşə bilər və bu kimi simptomlarla xəstənin özü və ya ətrafındakı məlumatlıdırsa, dərhal başa düşür ki, bu xəstənin şəkəri düşüb. Adətən uzun müddət diabet olan xəstələr həmişə ciblərində şirin bir şey gəzdirirlər. Bu qənd ola bilər, bu adi bir şokolad ola bilər, bu adi bir konfet ola bilər. Çünki artıq bu halla bir neçə dəfə rastlaşdığı üçün xəstə öncədən buna hazırlıqlı olur. İkinci bir məsələ isə şəkərin yüksəlməsidir. Bu isə hiperqlikemik vəziyyət adlanır. Hiperqlikemik vəziyyətdə isə
Müəyyən simptomlar hipoglikemik vəziyyətdə olduğu simptomların əksidir. Məsələn, şəkəri yüksəlmiş xəstənin dərisi daha çox quruyur, xəstə aqressivlik göstərmək əvəzinə yuxuya meyilli olur, halsızlaşır, xəstədə tormozlanma müşahidə olunur. Hər iki halda isə oxşar olan simptomlardan biri odur ki, xəstə yerləşdiyi yerə, məkana görə orientasiyanı itirir. Bəzən xəstəyə biz sual veririk, xəstə bizim sualımıza ümumiyyətlə adekvat bir cavab vermir. Məsələn, məkana görə, yerə görə, zamana görə orientasiyası pozulmuş bir xəstəyə sual verəriksə, siz indi hardasınız? Xəstə sizə deyə bilər ki, bu gün ayın 4-üdür. Bu artıq nevroloji simptomdur. Ümumiyyətlə isə beyin dumanlanır. Bəli. Ümumiyyətlə isə şəkər xəstələri üçün belə bir ayrıcı spesifik simptomlar var. Dərisi qurudursa, xəstə yuxuculdursa, halsızdırsa, ehtimal ki, şəkər yüksəlmişdir. Xəstə oyanıq, aqressiv, dəri örtüyü nəmdirsə, əllərində, ətraflarında əsmə müşahidə olunursa, böyük ehtimal ki, şəkəri düşmüşdür. Bəs huşsuzdursa? Necə? Huşsuzdursa, təbii. Məsələ belədir. Əgər şəkərli diabet xəstəsini biz huşsuz vəziyyətdə aşkar edəriksə, bu halda ətrafdakı insanlar bu xəstəyə ağız yolu ilə hər hansı bir şirniyyatın verilməsi, şirin verilməsi, suyun verilməsi kimi belə deyək, yardıma qəti şəkildə meyilli olmamalıdırlar. Çünki qalxmış da ola bilər. Qalxmış da ola bilər, düşmüş də ola bilər, amma bizim bu dırnaqarası qadağamızın səbəbi şəkərin səviyyəsi deyil. Xəstənin huşsuz olması onun udma refleksinin canlı olmaması deməkdir. Xəstənin iradi aktlarının olmaması deməkdir. Bu halda şəkəri düşmüş olsa da belə eləyəcəyimiz bir yardım çox ciddi bir fəsad yarada bilər. Xəstənin nəfəs yoluna ya cisim gedə bilər, adi su ola bilər, qənd ola bilər və fərqli cəhətlər. Ona görə də diabet xəstəsi huşsuzdursa, birmənalı şəkildə təcili yardım çağırılmalıdır və təcili yardım gələnə qədər bütün huşsuz xəstələr üçün təyin olunmuş həyat pozası deyilən bir poza var. Xəstə sol yanı üstə çevrilir və bu vəziyyətdə də saxlanılır. Bu halda xəstənin huşu olmadığı üçün onun öz dili, öz çəkisi ilə yana əyilir, nəfəs yolunun girişi açılır. Bu xəstənin əgər ağzında, nəfəs yolunda yad cisim varsa, özü öz ağırlığı ilə düşəcəkdir. Ona görə də huşsuz diabet xəstələrinə ən doğru yardım qeyri-tibbi şəxs tərəfindən, bəli, qeyri-tibbi şəxs tərəfindən, tibb təhsili olmayan bir şəxs tərəfindən ən doğru yardım budur. Bu halda xəstə sol yanı üstə çevrilməlidir və birmənalı şəkildə təcili yardım çağırılmalıdır. Aydındır, maraqlıdır. Və təzyiqi qalxan insanlarda çox olur və bilirik ki, həkim gələnə qədər biz müdaxilə etməyi sevirik. Hətta həkimə də bəzən göstəriş veririk. Yox, keçən dəfə belə elədik, təzyiqi düşdü. İstəyirsiniz bu dərmanı verin, bu iynəni vurun, isti su qalmır, limonlu su qalmır. Əslində elə etməliyik, sadəcə doğru yardım etməliyik. Bəli. İsti su qalmır, vannalar qalmır, limonlu su qalmır. Limonlu suyun təzyiqi salmadığını deməkdən yorulmuşuq, amma hələ də buna inanıb və burada yəqin ki, plasebo effektini görürük. Biz olsun, o da bir effektdir. Əsas odur təzyiq düşsün. Burada təzyiqi qalxmış bir xəstəyə həkim gələnə qədər nə etmək olar, nə etmək olmaz? Aydındır. Deməli, bu məsələdə il boyu demək olar ki, təcili yardımın çağırışlarının statistikası sırasında ilk yerlərdədir. Çünki təzyiqlə bağlı xəstələr ümumiyyətlə Bakı şəhərində çoxdur. Bunların böyük əksəriyyəti öz xəstəliyinə ciddi yanaşmaması səbəbindən yaranır. Böyük əksəriyyəti müalicəyə düzgün əməl etməməsi səbəbilə, böyük əksəriyyəti verilən təyinata düzgün əməl etmir. Bir qismi isə ümumiyyətlə verilən tapşırıqları yerinə yetirmək əvəzinə başqa birinin təklifi ilə müalicə eləməyə çalışır. Başqasının dərmanı içir. Qohumumda belə idi, başqa bir tanıdığım şəxsdə belə idi. Bu da nəticə etibarilə təcili yardımın iş yükünü artırır. Təzyiqi olan xəstələrdə yüksək təzyiqlə bağlı xəstəyə göstərilən yardımların bir neçə kateqoriyası var. İlkin kateqoriya xəstənin özünün özünə edəcəyi yardımdır.
Bu da kifayət qədər informativ bir yardımdır. Xəstələrimizin əksəriyyəti bununla bağlı informasiya vasitələrindən mənbələr aşkar edib, oxuya bilər, məlumatlı ola bilərlər. Məsələ necədir? Əgər xəstənin təzyiqi yüksəlibsə, bizim üçün önəmli olan nədir? Təzyiqi yüksəlmiş şəxsin sadəcə təzyiqi mi yüksəlib, yoxsa yüksəlmiş təzyiqin törətdiyi fəsad da varmı? Məsələn, xəstələrdən birinin təzyiqi yüksəkdir, amma xəstənin ciddi bir nevroloji, kardioloji simptomları, şikayəti yoxdur. Biz bunu ağırlaşmamış, fəsadlaşmamış hipertenziya kimi qiymətləndiririk. Bir qism xəstələrdə isə təzyiq yüksəldikdə müəyyən simptomlar meydana gəlir. Misal üçün? Bəli, nevroloji xəstədirsə əgər əvvəlcədən bu təzyiqin yüksəlməsi nevroloji problem yarada bilər. Bu ola bilər şiddətli baş ağrısı, bu ola bilər qusma, bu ola bilər görmənin bu və ya digər dərəcədə pozulması, baş gicəllənmə çox xarakterik simptomlardan biridir. Bundan başqa daha ciddi hallarda isə beyin qan dövranının pozğunluğu, yəni insultlar yarana bilər. Xəstələrimizin özünə göstərəcəyi yardım, belə deyək ki, iki qrupdur. Birinci qrup qeyri-tibbi yardımdır. Bu daha çox fiziki üsullarla, fizioterapevtik üsullarla təzyiqin salınması cəhdləridir. Bu artıq bütün dünyada qəbul olunmuş normadır. Bu tendensiya arzu olunandır, tövsiyə olunandır. Məsələn, xəstənin ayağını isti vannaya qoyması, xəstənin təzyiqi yüksəkdirsə, uzandığı halda başının altını bir qədər hündür etməsi, xəstənin təmiz havaya çıxması, tənginəfəslik kimi şikayətləri varsa, xəstənin mütləq oturaq halda olması və s. Dərman yardımına gəldikdə isə bütün dünyada yüksəlmiş qan təzyiqinin salınması üçün xəstənin özü tərəfindən qəbul edə biləcəyi ən təhlükəsiz dərman olaraq qəbul olunmuşdur kaptopril. Xəstələr daim yüksək təzyiqi olan xəstələr yanında kaptopril olmalıdır. Dil altına mı qoyurlar onu? Bəli. İstər evində, istər iş yerində, istər maşınında və ya bir yerə gedəcəksə, gedəcəyi yerə mütləq özü ilə aparmalıdır. Burada başlamaq lazımdır. Kiçik dozalardan 25 mg-lıq dozadan başlanmalıdır. Xəstə bunu su ilə daxilə də qəbul edə bilər. Əgər təzyiq yüksəkdirsə, bəli, dil altına və ya çeynəmə şəklində də qəbul edə bilər. Ümumiyyətlə, təzyiqi yüksək olan şəxsə təcili yardım çağırılırsa, təcili yardımın gəlməsinə qədər mütləq bu dərman şəxsə verilməlidir. Burada məsələ nədir? Biz bir sıra çağırışlarda təbii ki, bu suallarla üzləşirik. Bu, belə deyək, dırnaqarası iradlarla qarşılaşırıq. Mən kaptopril istifadə eləyəcəkdimsə, təcili yardımı niyə çağırırdım? Ona görə də biz təcili yardım əməkdaşları xəstələri bu barədə maarifləndirməliyik. Məsələ nədir? Xəstənin təcili yardım çağırdığı halda onun ünvanına çatana qədər xəstənin kaptopril sırasından olan dərmanları qəbul etməkdə məqsədi təzyiqini salmaq deyil. Məqsəd təcili yardım gələnə qədər daha yüksək qalxıb baş verə biləcək hər hansı bir fəsadın qarşısını almaqdır. Fərz eləyək ki, xəstənin təzyiqi 200 civarındadır, fəsadlaşmış deyildir, xəstənin ciddi bir şikayəti yoxdur, sadəcə bir balaca narahat olduğuna görə təzyiqini ölçür və müəyyən eləyir ki, 200-dür. Bu, kaptoprili qəbul etmir, təcili yardımı çağırır. Təcili yardımda həmin ərəfədə fərz eləyək ki, hər hansı bir əsassız çağırışdadır. Bu da kifayət qədər böyük bir problemdir bizim üçün. Əsassız çağırışdadır və təcili yardımın bu ünvana çatması 20-25 dəqiqə zaman alır. Bu 20-25 dəqiqə müddətində bu xəstədə beyin qan dövranının kəskin pozğunluğu olacağının bir qarantisi yoxdur. Düzdür. Amma xəstə təcili yardımı çağırdığı halda bu dərmanı qəbul edirsə, təcili yardımın çatacağı bu müddət ərzində artıq bu nevroloji risk azalır.
həyat qurtarıcı olur bəzən. Bəli. Mən çox üzr istəyirəm. Biz Buyurun. reklamlara ayrılmalıyıq. Buyurun. Daha sonra maraqlı söhbətimizi davam etdirəcəyik dostlar. Verilişimizin baş sponsoru Ştada şirkətidir. Kalsium D3 Nikomet, portağal və limon dadlı çeynəmə tabletlərini isə təqdim edir. Kalsium və D vitamini defisitinin profilaktikası məqsədi ilə həmçinin kalsium və D vitamini defisiti riski olan pasientlərdə osteoporozun müalicəsi zamanı əlavə terapiya qismində kalsium və D vitaminin qəbulu üçün nəzərdə tutulub. Kalsium D3 Nikomet 25 ildən artıq mövcuddur və sınanmış preparatdır. Hamilələr və 3 yaşından yuxarı uşaqlar da istifadə edə bilər. Təşəkkürlər baş sponsorumuz Ştada şirkətinə. Digər təşəkkürümüz idman həkimi Fərid Səlimovadır. Böyük Britaniya təhsili idman həkimi Fərid Səlimov müasir fizioterapevtik yanaşma ilə xidmətinizdədir. Diz, onurğa, çiyin, əzələ ağrılarından artıq daha tez və müasir idman yanaşması ilə müalicə oluna bilərsiniz. 055 318 83 94 əlaqə nömrəsidir. Biz davam edəcəyik, reklamlara baxırıq. Verilişin baş sponsoru Kalsi D3 Nikomet.